Salam, hər vaxtınız xeyirli və uğurlu olsun. Can Azərbaycan deyib sizləri Gədəbəydən salamlayıram. Biber tasan dağ başında, yük salmışım dağ başında. Tarix vardır her başında, ay Gədəbəy, sən Gədəbəy. Gədəbəy paytaxt Bakıdan 444 kilometr uzaqlıqda, Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Yayı quraq keçən mülayim isti, qışı quraq keçən soyuq və dağlıq iqlimə malikdir. Yerli əhali əsasən əkinçilik və maldarlıqla məşğuldur. Gədəbəy, gədə və bəy sözlərinin birləşməsidir. Bu ərazilərdə qədim türk tayfaları yaşamışlar. Kət və bək sözlərindən yaranan coğrafi adlar Orta Asiya türk dövlətlərində də var. Coğrafi relyefinə görə bura qədimdə döyüşkən türk tayfalarının yerləşdiyi ərazi olub. Gədəbəy sözü də buna uyğun olaraq müraciət olunan şəxs, igid oğlan mənalarını verir. Gədəbəy toponimi qədim türkçədə gədə keşikçi və bək təpə sözlərindən ibarətdir və gözətçi təpəsi deməkdir. Bu ehtimal həqiqətə daha yaxındır. Gədəbəy rayonunun Böyük Qaramurad kəndinin ərazisində yerləşən 16-cı əsrə aid Alban kilsəsi. Kilsəyə getmək üçün çətin bir yolu keçməliyəm. Burada uçulmuş daşlar var çox sayda və otlar da. Düzdür, kameramanım Emin məndən qarşıya keçib, artıq mənə yol açıb, amma yenə də biraz çətin yollardır. Əsrlərdən bəri kilsə qorunub saxlanmasına baxmayaraq, Sovet dövründə ermənilər bu kilsənin dağılmasına nail olmuşlar. Bugün kilsə gördüyünüz görkəmdədir. Azərbaycanda Sovet hakimiyyəti qurulana dək Gədəbəy rayonunun ərazisi inzibati bölgə üzrə Yelizavetpol quberniyasının Yelizavetpol qəzasına daxil idi. 1920-ci ildə Gədəbəy əhalisi təxminən 35-40 min nəfər idi ki, onlardan 60-65%-ni Azərbaycanlılar, 15-20%-ni Rus və Ukraynalılar, 10-14%-ni ermənilər, 1%-ə qədərini isə Almanlar, Yunanlar, Ləzgilər, Türklər, Yəhudilər, Tatarlar, Bolqarlar və İtalyanlar təşkil edirdi. Vətən oğlu çoban qara, yay sürünü ceydalara. Vətən oğlu Arabadan endim ki, qoyun sürüsünü qabaqlayım və çobanla söhbət edim. Salam əleyküm. Necəsiniz? Biz də sizlə biraz yol gedək. At belində gedənlərlə danışa bilmərik.
O da o yazsın. Bak onunla danış, onunla. Onunla danış deyir, at belində gedənlə. Yaxşı, gözləyim o gəlsin. At belində gedən çoban. Salam əleykum, necəsiz? Xoş gəlirsiniz. Həmişə siz gələrsiniz bu Gədəbəyin yaylaqlarına, sərin yerinə. Təşəkkür eləyirəm. Yolunuz hansı yaylağadır? Yolumuz Daryurt kəndinə. Daryurt kəndi. Uzaqdırmı ora? Var da hardasa bir 10 kilometr zad olar. Az qalmısınız ki. İndi siz hardan gəlirsiniz? Hardan gəl? Ceyran çölündən, Toz, Şəmkir rayonundan, ya qış yaylaqlarından indi bax belə heyvanımızı artırıraq, Respublikamızın gələcəyini inkişaf elətdirməkdən ötürü, ət bolluğu yaratmaqdan ötürü əziyyət çəkirək. Respublikamızın çiçəklənməsinə görə hər cür əlimizdən gələni edirik. İndi mənə deyin görüm neçə gündür yoldasınız? 3 gündür yoldayıq. Yolda bəs harda gecələyirsiniz, harda qalırsınız? Çobanlıqdır da, maşında dəyəmizdə. Sağ olsun prezidentimizi gözəl yollar çəkdirib, şərait qurdurub. Heç nədən əziyyət çəkmirik. Neçə qoyununuz var? 1300 dənə. Bəs nə qədər quzuyla bir yerdədir, eləmi? Oyunda quzu da hardasa 900 baş. Nə gözəl. Bax, keçilər çoxmu ağıllıdır, ona görə mi qoyunlardan qabaqda gedirlər? Onlar da qabaqda ağıllıdırlar, yolu tanıyırlar, bilirlər, ona görə gedirlər. İndi sağlıq olsun bu quzuların Gədəbəy quzuları gelib dağda çirinən, çiçəyindən otdur. Payız başı şəhərində indi göndərəcək orada qəssablar satmağa, yəqin oradan siz də rast gəlib alarsınız. Və bu yaylaqlarda otlar o qədər gözəldir ki, südü də, pendiri də həm sərfəli, həm ləzzətli olur, eləmi? Gözəldir, hə, minnətdarıq, sağ olun. Mən sizə təşəkkür eləyirəm. Gedin yolçu yolunda gərək, sağ olun. Biz də gedək yolumuza davam. On 19-cu əsrin 40-cı illərində Rus hakimiyyəti özünün müstəmləkə siyasəti ilə əlaqədar olaraq ölkənin ucqar rayonlarına rusları və erməniləri köçürərək onların Azərbaycan torpaqlarında köklü olaraq məskunlaşmasına nail olmuşlar. Gədəbəydə Slavyanka, Nova Saratovka, Nova Ivanovka adlı rus kəndlərinin yaradılması da həmin dövrə aiddir. Gədəbəydən söhbət düşəndə o dəqiqə birinci Gədəbəydə əkilib becərilən, yetişdirilən kartofdan, patatesdən soruşurlar, sual edirlər. Hətta Bakıda kimə dedimsə Gədəbəyə gedirəm. Hər bir kəs Gədəbəy kartoşkası gətirə dedilər. Salam əleykum. Biz də sahəyə gəldik, yolla keçirdim, gördüm ki, burada becərirlər, artıq ştillər əkilib. Salam. Adınızı bilin. Mürbəşir, Neçə yaşınız var? 26. Oxuyursunuz bir yerdə? Xey, evliyəm. Evlisiniz artıq. Neçə yaşında evlənmisiniz? 8 ayda evliyəm. Ay, təbrik eləyirəm sizi. Bəs niyə görə təhsil almamısınız? Nə bilim, öz ağlımız batından oxumadım, ona görə də bax belə fəhləliklə məşğul olurlar. Fəhləlikdir bu yəni ki. Amma həm də gözəl işdir. Bunu da kimsə görməlidir. Hər kəs oxuya bilməz ki, hər kəs universitetləri qutara bilməz ki, bu işi də görmək lazımdır və biz şəhərdə ancaq hər yerdə Gədəbəy kartofu axtarırıq ki, Gədəbəy kartofu olsun. Çünki Gədəbəy kartofu ən yaxşı və dəmiyə. Yəni mən öyrəndim ki, Gədəbəy kartofuna deməyəsən su verilmir. Çünki mən baxıram hər tərəfdə, yol getdiyimizdə hər tərəfdə ştillər əkilib və dedim bura sular hardan gəlir, necə sulanır? Dedilər ki, elə bizim kartofun da gözəlliyi, dadı ondadır ki, sulanmır. Dəmiyədir. Təbii yolla sulanır. Allah Taala'nın yağış səbəbindən sulanır. Bizdə ancaq rayon yerlərində düzəngahlarda su verilir. Dağlıq sonrasında ancaq yağış bəsləyir. Başqa su verilmir. Bir də köbrədir, bir də dərmandır. Cücülərə qarşı dərman veririk, qutardı onunla da. Vəssalam. Bu qədər yer sizindir ya o tərəfdə sizindir? Gədəbəy cahamatının, öz cahamatımızın da bura.
Hərənin öz sahəsi var, əkib becərir. Sonra bu kartofları yığanda nə edirsiniz? Ancaq özünüz üçündür ya bazara çıxardırsınız? Toxumu saxlayırıq, o yaxşılarını aparır, bazara çıxardır. Alıcılar gəlir özləri buradan alıb aparırlar. Yaxşı, kim sənə kömək eləyir? Kimlə birlikdə əkirsən? Gedim görüm kimdir bu? Kimdir bu? Adı? Süleymanov Nəsimi. Nəsimi? Qohumsuz, qardaşsız? Əm uşağıyıq. Əm uşağı, elə qardaşsız. Hə, siz də təhsil almamısınız. Yox, oxuyuram mən. Harda oxuyursunuz? Orta məktəbdə Toz rayonunda. Lap gözəl. Orta məktəbi də bitirmək, elə bir savadlanmaq deməkdir. Köməyə gəlmisiniz onda Mirbəşirə, eləmi? Hə, Neçəyə satırsınız kartuşkanı hazır olandan sonra, bitəndən sonra? hazır olandan sonra nə bilim vallah 50 qəpik, 60 qəpik irit. Belə ucuz. Hə, Siz 50 qəpiyə satırsınız, biz şəhərdə 1 manat 50 qəpiyə alırıq. hə, hə, Eləmi? hə, Onda gəlib Yədəbəydən almaq lazım. hə, hə. Hə, yaxşı, işiniz irəli. Çoxlu sağ olun. Sağ olun. Sağ olun. Mən də sizlə bərabər gedirəm. Daha bir sual vermək istəyirəm Mirbəşir sənə. Ancaq kartof yığımı ilə, yəni kartofla dolanırsınız, bunun pulu ilə yaşayırsınız. Yox, Heyvandarlıqla da məşğul ondan, ot biçimidir. Harda iş əlimizə düşdü, özümüz üçün gedir işirik, çörək pulumuzu çıxardırıq. Allah köməyiniz olsun. Sağ olun. Uğurlar, gedin, bərəkətli olsun. Sağ olun. Atınıza da qüvvət. Sağ olun. Gədəbəy təbii sərvətlərlə də zəngindir. Bu ərazilərdə ağ və qara mərmər yataqları ilə bərabər mis və qızıl yataqları da mövcuddur. Rayonda 19-cu əsrin ortalarında mis filizi yataqları kəşf edildi. 1855-1856-cı illərdə misəritmə zavodu tikildi. Gədəbəy və Qalakənd metallurgiya sənayesində mis istehsal edilməyə başladı. Mis istehsalı Rus, xarici və yerli kapitalistlərin diqqətini çəkdi. Əl əməyi ilə işləyən zavod fəaliyyət göstərdiyi müddətdə şərikli sahibkarların 10 il istifadəsində qaldı. Daha sonra həmin zavod Almaniyanın Siemens şirkəti tərəfindən alınaraq Siemens qardaşları tərəfindən 1865-ci ildə yenidən quruldu. Gədəbəy misəridən zavodu Zaqafqaziyada dağ mədən sənayesinin ilki olmuşdur. Siemenslərin Almaniyadan Gədəbəyə gəlməsi bu dağlıq əyalətə həm də bir alman tərzi gətirmişdi. Almanların Azərbaycanda yaşadıkları digər əyalətlərdə olduğu kimi, Gədəbəydə də alman mədəniyyəti və məişəti formalaşmışdı. Bu yerlərdə özünə məxsusluğu ilə seçilən alman yaşayış məskənləri salınmış və alman kilsəsi tikilmişdi. Moskva, Peterburq və Varşava kimi şəhərlərin küçələri kerosin və qaz fanarları ilə işıqlandırıldığı zaman Gədəbəydə ilk elektrik şəbəkəsi yaradıldı. Axşamlar evlər və küçələrdə, gündüzlər isə mədən və zavodda işıqlar yanırdı. Siemens qardaşlarının almanların tikdirdiyi kilsəyə doğru gedirik, amma kilsə uzaq məsafədədir, oraya maşınla getmək olmur, ayaqla bir xeyli yol getməliyik. Amma inandırım sizi ki, meşə, yol, ətraf mühit o qədər gözəldir ki, mən bu yolun daha da uzanmasını istəyirəm. Quşların səsinə diqqət edin. Necə gözəldir. Hər quş öz avazı ilə oxuyur. Hələ bir gözəlliyə baxın. Gələ-gələ bilirsiniz nə düşünürəm? Düşünürəm ki, bu yaşıllıqlardan ayrılıb o səsküylü şəhərə dönmək var. Dönmək istəmirəm, inanın. İstəmirəm.
Elə bilməyin ki, Gədəbəy meşəsini tək tənha dolaşıram. Bələdçimiz var, Aydın Əliyev. Həm də kameramanımızın köməkçisidir, bizə yardım edir. Aydın, burada doğulmusunuz? Bəli. Neçə yaşınız var? Pastı 40. 40. O qədər də çox deyil. Hələ gəncsiniz, belə deyim. Yox da, yaşlıyız. Nə sənətin sahibisiniz? Qalman müəllimiyəm, mənim ev şənliklərində oluruq. Musiqiçisiniz? Bəli. Hə, nə gözəl. Onda heç qocalmayacaqsınız demək ki. Siz buraları görürəm ki, lap qarış-qarış gəzirsiniz. Bəli. Yəni uşaqlıqdan bu meşələrdə böyümüsünüz, eləmi? Yayda, qışda, hər zaman. Hətta qışda da. Bəli. Qışda buranın ali ləzzət olur. Bəs qışda necə gəlirsiniz? Buralar hər tərəf qar olmur. Gəlirik maşınlarla, Niva ilə gəlirik yuxarı, olur qar orada. İndi Elə belə gəzməyə ya ova filan gəlirsiniz? ovada gəlirik, gəzməyə də gəlirik. Mənim qarın öz ləzzət olur. Hələ çox mu qaldı yolumuz? Yox, çatdıq. Çatdıq? Lap çatdıq. Bax, Məbəd. Sözün düzü mən bu kilsəni biraz başqa cür təsəvvür eləyirdim. Yaşı çoxdur da, müəllim xanım. Yaşı çoxdur, bəli. 14-16-cı əsrlərə aiddir. Bəli. Heç nədən qorxmadığım üçün kilsəyə tək girəcəm. Bilirsiniz, əslində kilsənin gözəlliyi deyil, onun özündə tarixin izlərini qoruyub saxlamağıdır. Bu da ki var. Kiçik bir məbədi gəzib, qədim tarixi öyrənmiş oldum. Hələ xanım, şəhərdə verə bilmirəm, burada yığıb verəcəm sizə. Mənim üçün dərdiniz Dursun bəy. Siz üçün dərmişəm. Bizi mənzil başına çatdıran Dursun bəy. Qadın olmaq nə gözəldir. Sənə çiçəklər bağışlayırlar. Yoruldum, biraz dinlənməm lazım. Gedə bilmirəm. Axşam düşür, amma quşlar hələ də oxuyur. Kameramanım çiçək istəyir. Bir dənəsi bəs eləyərsən. Hə, sən məni kameramanım deyir, getmək zamanı gəldi. Eminin kamerası o qədər ağırdı ki, məni qaldırmağa gücü çatmır. Gedək Emin, gedək. Geçdi.
Və nəhayət turş su. Niyə turş su? Turşdur bu su, həqiqətən. Yerindən elə bir təbii çıxır, mineral sudur bu özü. Bulağın. Minerallarla doludur yəni. Hə, mineral çoxdur. Özü təbii. Siz burada yaşayırsınız. Burada yaşayırıq, bəli. Mən elə suyun üstündə sizə rast gəldim. Su içməyə mi dayanmısınız? Hə, bəli. İçməli. Hə, iyi. İçim mən də baxım. Çox xəfif elə bir qazlı sudur. Hə, özü təbii mineraldır, yerdən çıxan təbiidir. Nələrə xeyirdir bu? Çox bu şəkər xəstəliyinə, sonra qaraciyara, ürək damar sistemini çox gözəl tənzimləyir. Börəyə də çox xeyri var, güclü xeyri var. Biz bir belə burada yaşayırıq, hələ börək ağrısını bilmirik genəldə. Ay maşallah, görürsünüz adam lap burada qalmaq istəyir. Biraz əllərim də qalsın bu suda. Burada 112 yaşda mənə deyiblər ki, Güllü nənə yaşayır və bu kəndə ona görə gəlmişik. Siz onların evini tanıyırsınız? Tanıyıram. Nənəmdir. Gedək. Nənənizdir? Bəli. Gedək göstərə bilərəm nənəmi. Sizinlə birgə yaşayır yəni? Bəli. Bizimlə bircə yaşayırlar. O zaman gedək. Gedək. Yol alıb gəldik Gədəbəy rayonunun Turşsu kəndinə. Bu kəndə gəlməkdə məqsədimiz var. Kəndin lap ucqar nöqtəsində deyərdim ki, bir nənə yaşayır. 112 yaşı var. 112 yaşlı Güllü nənə ilə görüşə gəldik. Güllü nənənin bu 112 ildə keçdiyi ömür yolu mənə çox maraqlıdır. İnanıram ki, sizə də maraqlı olacaq. İndi birazdan Güllü nənə ilə birlikdə görüşəcəyik. Susuzdan yanıram, əvvəlcə su için. Təmiz bulaq suyu da. Salam əleykum. Necəsiniz? Xoş gördük. Salam, mən Nailə. Nə var? Nə? Sizin adınız nədir? Yasemin. Nəyisiz Güllü nənənin? Gəlini. Gəlinisiz. Görürsüz biz sizə deməmiş. Bələdçimiz sizə yanınıza gətirib Güllü nənə ilə tanış olaq. Gedək görək kimlər var burada. Hoş gəlirsiniz. Kimlər var burada? Burada. Evin böyüyü mü o? Bəli. Kimdir o? Durmayın. Mən sizə yaxınlaşacağam. Elə rahat oturmusunuz, yanınızda oturacağam. Sizə də suallarım var. Uşaqlar salam. Ən böyük uşaqlardır. Salam. Sağ olun. Necəsiniz? Hoş gəldiniz. Salam əleykum, mən Nailə. Hoş Siz? gəlirsiniz. Mən Firidun müəllim. Müəllimsiniz? Bəli, 40 il müəllim işləmişəm. Oturun İndi görüm. bir ildir. Prezidentimizin sərəncamına əsasən çıxmışam, işləmirəm. Pensioner. Təqaüdə getmisiniz. Buyurun, əyləşin. Artıq 40 il işləmisiniz. 40 il. Ona görə sizə bu ağacların kölgəsində istirahət eləmək lazımdır. Amma inanıram ki, müəllimlik peşənizi davam eləyirsiniz. Uşaqlarla yenə də məşğul olursunuz, istirahət eləyirsiniz. Öyrədirəm. Nəvələr var. Hamısına mən dil ədəbiyyat müəllimi olmuşam. O vaxtı Lenin adına API var idi. Onu gündüz oxumuşam mən. İndi uşaqlara, mənim dəst keçdiyim uşaqların çoxu ali yerlərdə işləyirlər. Firidun bəy, əsas sizə bir sualım var. Bəli. Bu kənd indi Turşsu kəndi adlanır. Bəli. Və mən tamaşaçılarımıza da dedim ki, biz Turşsu kəndindəyik. Amma bildiyimə görə, məlumatlarıma görə kəndin 3-cü adıdır Turşsu. Bəli. Zaman keçdikcə mi adlar dəyişdi? Dəyişib. Mən köhnə babalardan öyrənmişəm ki, bizim indi bu Turşsu adlanan kəndimizin ilk adı Çiçəkli olub. Nə gözəl adı olmuş. Bundan sonra kəndimizin düz mərkəzində bir təpənin başında bir kilsə var. Bu Alban kilsəsidir. Vaxtilə Albaniya dövləti olub da, Alban kilsələri Azərbaycanın əksər yerlərində olduğu kimi burada da var. Firidun bəy, neçənci əsrə aiddir Alban kilsəsi? Əsərin üstündə onun yazısız adı yoxdur. Biraz yağış döyüb, uzun illər keçib.
Əsrlər keçib. Əsrlər keçib. İndi baxırsan ki, tökülüb daşları, baxımsızlıq olub da. Çoxmu uzaqdadır buradan? Gedə bilərik ora? Yolları biraz çətindir, cığırlar var, ot basıb, köl basıb. Uzaqdan görmək olur. Biraz gedişi çətindir. Hə, kəndin adı, o kilsənin adının kilsəli adlanıb bir müddət. Bundan sonra bizim köhnə babalar deyiblər ki, bilməyiblər də savadsızlıq olub. Deyiblər ki, kilsə xaçpərəstə aiddir. Albanların olduğunu bilmirlər. Qəzetə, mərkəzə məlumat veriblər ki, bizim kəndinin dəyiş, burada Turstu bulağı var. Yüksək bir bulaqdır, Azərbaycanın ən səfalı bulaqlarından biridir. Bulağın adından Turstu olsun. Elə o vaxtdan da bu saat rəsmi şəkildə bulağın adı Turstu gedir. Bax, bu üçüncü adıdır. Adların üçü də gözəldir Firidun bəy. Deyim ki, sizə adətən uşaqlara deyirlər ki, adı ilə böyüsün, adı ilə yaşasın. Amma adın gözəl olmağı, mənalı olmağı təbii ki, böyük şərtdir. Və eybi yox, Tursa adı ilə yaşasın. Əsas odur ki, kənd yaşasın, inkişaf eləsin. Torpaqlarımız həmişə bizim olsun. Yadların ayağında olmasın. Çünki bu kənd özü də ermənilərlə sərhəd bölgədə yerləşir və mənim eşitdiyimə görə, çox yaxın olduğuna görə ermənilər hətta tez-tez atəş açırlar buralara. Kənd cəmaatı amma öyrənib bu atəşlərə, yaşayırlar. Bu kənddən köçmürlər, torpağın bir qarışını da, hətta o müharibə dövründə də bir qarışını belə düşmənə, ermənilərə vermədilər. O tarixdən bildiyim sizə mən. Qrat qurulmuşdu, Hacılar kəndi var, oradan düz Ermənistanın ən yaxın kəndi odur, sonra bizik, sərhədlə. Qratlara biz buradan qulaq asırdıq. Qratdan çıxan o, nədir o ucluq varmı, çıxırdı. Gedir, Kraslı selo var Ermənistanın. O boyda yalın üstündən oraya aşır, birazdan sonra səsi gəlirdi. Oradan atılan güllələrin qəlpəsi, bax, bu daşları deyib buralara dağılırdı. Cəbhənin vaxtında 60 avtobus göndərilər bu Toz yolundan. Cəmaat köçmədi. Burada mərd durdu, baş kəndə də onların əlindən aldılar. Baş kənd bu saat, indi siz içindən keçib gəlibsiniz oradan buraya. Örükləri qalıb, baxırsınızmı? Böyük tarix keçdi, ancaq cəmaat çıxmadı. Mərd durdular, yer də bizimdir. Bəyək arzu elədiniz, qoy kəndimiz, ən uzqar kəndimizin bir qarış torpağı da bizim olsun. Bizim olan bizimdir. Bizim də olacaqdır. Allah sizə can sağlığı versin. Görün nə qədər uzaq məsələ 5-600 kilometr məsafəni siz qət eləyib gəlibsiniz. O qədər biz sevinirik Allah haqqı belə hallara. Valla biz də çox sevə-sevə gəlmişik. Çünki hər qarışımız bizə də əzizdir, doğmadır. Amma burada qəhrəman kənddir. Yaşayan insanları qəhrəmandır ki, bu kəndin adı da qəhrəmandır. Və uzun ömürlü nənəmizi də görmək şərəfinə nail olmaq inşallah nəsib olacaq. Nənən yüzü keçib, indi görüşəcəksiniz. Bizim bu kəndin qəhrəman oğulları çox olub. Bu yurtda onların bir qismi can veriblər. Hərəkət eləyiblər. Aytəkin Məmmədov Qarabağ döyüşündə məhv oldu. İndi milli qəhrəman kimi Şəhidlər Xiyabanında da onu çəkilir. Torpaq uğrunda ölən varsa vətəndir. Bəli, uğrunda öldülər ki, ona görə də bu torpağın bir qarışı getmədi. Bəli. Firidun bəy, gedək nənəni görməyə. Gedək. Gedək, uşaqlar, gedək. Gedək görüm mən də sizin nənənizi. Və bizdən əvvəl çaylarımız gedir. Ürəyim tıppıldayır görüm Güllü nənəni. Ailə üzvlərinin hamısını salamlayıram. Salam əleykum. Firidun bəy, bu nənənin 112 yaşı mı var? Yaşını heç özü ərə etdiyi günü də bilmir heç. Amma çox cavan görsənir. Ay mənim Güllü nənəm. Necəsən ay Güllü nənə? Nəyim dedin əlim, bax elə belə. Bilmirsən necəsən? Necə eləyim dedən, özüm idarə eləyirəm. Yaxşıyam, hələlik gedir, gəlirəm, belə iş yapacaq. Ay Güllü nənə, nə gözəl də çəliyin var sənin. Kim yonub bu çəliyi sənə, kim düzəldi? Günə sıra, bura müəllim olub qarib. Firidun müəllim. O yonub əlləri ilə. Firidun müəllim oğlundur. Oğlundur, bir oldu bende.
Ay maşallah, ay maşallah. Bura qoyun bunu, sənin yanına. Kaçar. Qaçar. Zarafatından qalmır ha. Ay Güllü nənə, nə gözəl gülər üzün var sənin. Gözəl bir həyat keçimsən, eləmi? Nə elim ay bala. Güllü nənə, adın da gözəldir özün kimi. Neçə yaşın var? Neçənci ildənsən, yadındadır? Nə elim yadımdan çıxıb mənim yaşım o vaxtı dilələrini qalay taxtdan düşəndə olursan. Deyilişlə. Hə də o vaxt sənət yox idi axı, o vaxt elə deyilişlə yadda qalırdı. Hə, deyilişlə yoxsa nə bilim mən neçədir. Harda doğulmusan? Ağbulaqda. Ağbulaq Ermənistanda. Hə. Bəs bura necə gəlmisən? Bura bizim babamız, nənəmiz, dədəmiz öyüdü. Şınıq. Anam bura qızıdır, oraya ərə veriblər. Hə. Hə, orada da gelib biz olmuşuq. Hə. Ondan sonra da erməni dallarından deyəndə də bunlar da qaçıb buraya gəlib gənə. Eşitdiniz də deyir erməni dallarından dəyib. Yəni erməni qovub. Ermənilər öz ata-baba yurtlarından Güllü nənəgili qovublar. Güllü nənə də anası yaşayan kəndə məskunlaşıblar gəlib. Elə o vaxtdan da Güllü nənə burada qalmısan. Burada evlənmisən, burada ərə getmisən. Toyun burada olub. Toyum oya dönsün, uşaq canla toyum Ağbulaqda da olub, burada da olub, nə bilim belə. Nə gözəl, orada da toy, burada da toy. Hə. Hə də sağlıq, gözəlliyi. Ay Güllü nənəm, de görüm səni atan-anan ərə vermişdi, yoxsa özün getmişdin, sevib getmişdin, yoxsa at belində qaçırtmışdılar, hansı? Atam anamın əlindən. Hə. Heç oğlanı görmüşdün? Öz əmmi oğluydu. Eləmi? Hə. Sevirdin onu? Nə bilmə, sevsən də, sevməsən də, hər də sevirdim. Ailə quranda cəmi 15 yaşı vardı Güllü nənənin. Hələ çox gəncdi. Məktəbi bitirib təhsilini davam etmək, müəllim olmaq, uşaqlara dərs demək idi fikri. Amma valideynlərinin təkidi ilə əmisi oğluna gəlin köçdü. Arzuları yarımçıq qaldı. Danış mənə evliliyindən, hə? Danışım dərdin alim, nə ölürəm, mən də uşaq idim, dan 15 yaşım düzgün döydü mən gedəndə. 15 yaşın olmamış sən ərə verdilər. Verdilər mi, götürlər, qaçdılar, heç qoydular mı ki, nə yağım yerə deyə. Qaçdılar səni? Hə. Bax elə. Ondan sonra da oldum, uşağım oldu, bir uşaq bəksə, böyük qız. Ondan sonra da ostum qaldım. Gülməmməd Zeynalovla birgə ailəlik həyatından 2 qız və 1 oğul dünyaya gətirdi. Həyatın öz qanunları var. Bəzən bizə gözləmədiyimiz sürprizləri bəxş edər. 1941-ci il. Böyük Vətən müharibəsi. Hər kəs kimi Güllü nənənin həyat yoldaşı da müharibəyə gedir və çoxları kimi geri dönmür. Arzuları ilə bərabər ailə həyatı da yarım qalır Güllü nənənin. Sonra ikinci dəfə həyat qurdun. Firidun bəyin atası. Hə, yox, yaxşı idi yazıq. Yaxşı adam idi, Allah rəhmət eləsin. Allah rəhmət. Hə, sizinkilə ölənlərlə belə. Yaxşı adam idi yazıq. Qanacaqlı, mərfətli, danışığı düzgün, özü düzgün. Çox yaxşı adam idi yazıq. Onda Franzavicin qaçan bir yox idi. Xarab idi qaçan. Gül aparmış, diz qırmış. O da müharibədə. Bəli. Çətin zamanlardı. 3 uşağı atasız böyütmək də çətindir. Müharibədən yenicə qayıtmış Bağırov Kərəm Güllü nənəyə evlənmək təklif edir. Güllü nənə düşünüb daşınır. Asan olmayacaqdı. Ailə quracağı adam müharibədə ayağının birini itirmişdi. Salamat adam mı var idi bala? Hamısı yaralı, hamısı daddı, maif. Kimsinin gözü, kimsinin əli, kimsinin qolu, kimsinin qılçası. Bax belə. Çətinlikləri gözə alsa da evimdən kişi səsi gəlsin. Uşaqlarla tək qalmayım deyib ikinci dəfə evliliyə razılıq verir və bu evlilikdən də bir qız, bir oğul sahibi olur. Denən görüm, oxumağı, yazmağı bilirsən Güllü nənə? Qalıq yadımda, hə, bənə.
Necə qalıb yadında? Məktəbi bitirmisən? Bax, bitirmişəm, 2 ildə dərs demişəm. Özün də müəllimsən. Hə. Demək ki, ali məktəbi də bitirmisən. Hə, qoymayıblar, çaparıblar. Hə, mən oxutmuram deyə. İşləməyə qoymadılar ər evinə gedəndən sonra. Hə. Qoymam, buraxmadılar. Bizdə ər nə dedisə qanundur. İcazə versə işləyirik, icazə versə işləmirik. Susuruq. O vaxt elə deyildi valla. Hə. O vaxt kişi üstünüydü. Elə indi də kişi üstündür, narahat olma. Kişilər həmişə üstündür. Hə, həmişə üstün olsun kişilər, arbadan var. Hə. Ay Güllə nənə, bax, nə vaxt ki gedirəm yaşlı nənələrimizlə, dədələrimizlə söhbət eləyirəm, hamısına bu sualı verirəm. Bənə? Hə. Necə yaşamısan bu ömrü ki, bax, həm belə gözəl qalmısan. Həm belə maşallah sağlamsan. Görürəm elə bax bu çəliyi elə belə oynadırsan. Hə, məni kimi sağlam adam hardaydı? Hə. Mən ata vaxtımda atam yaxşı saxlayıb məni. Anam yaxşı saxlayıb məni. Həm yeməkdən, həm giyməkdən, həm gəzməkdən bir olmuşam. Atamın qabaqcan olan uşaq mənəm. İlk övladsan. Hə. Mən elə mənim qaramla uşaqlar. Söhbət zamanı tez-tez ailənin ilk övlad olduğunu, istəklərinə hər zaman yalnız müsbət münasibət gördüyünü, çox nazlı və ərköyün böyüdüyünü nədənsə təkrar-təkrar söylədi Güllə nənə. Üzündəki sakit ifadə söylədiklərinin təsdiqi idi. O dərin qırışlarsa, uşaqlığı arxada buraxaraq yaşadığı illərin, yaşadığı ömrün yazılarıdır. Güllə nənə, indi bütün günü elə oturursan, heç bir iş görmürsən daha. Elə nəvələr ətrafında, gəlin, oğul, uşaq. Daha heç nəyə baxmıram, heç nəyə. Elə yerimə girir, yatıram, qalxır çörəyimi, bizim böyük çörəyimi yeyib oturur. Gücün yoxdur yəni, ona görəmi? Hə da. İdarə eləyəmirəm da, nə yerişimi yeyə bilmirəm, nə ayrasıyam, nə iştasıyam. Amma sən yetərincə bütün işləri görmüsən, artıq qoy nəvələr sənə qulluq eləsin. Eləyirlər, canları sağ olsun, amma eləyirlər, eləyirlər. Kimdənsə narazıçılığın var? Heç kəsdən, heç kəsdən. Yaxşı baxırlar sənə, görürəm elə. Nə boş, yaxşıdırlar, sağ olsunlar, hamısı, hamısı. Qızlı, oğullu, hamısı xətirimi saxlaymış, hamısı. Yaxşı, bizə nə deyirsən, ay Güllü nənə, bizə nə tapşırırsan, nə tövsiyə eləyirsən? Nə tövsiyə eləyim dərdin alim. Qonşu ilə rahat olun, dünya 5 günlükdür. Qohumla rahat olun, atanızdan da yaxşı olun. Nə deyim də ondan artıq? Belə. Hörmətli olun. Həmişə hörmətiniz başınızdan aşsın Allah. Uzun ömürlü olasan, ay Güllü nənə, sağ-salamat yaşayasan, uzun ömürlü olasan, nəvələrinin həmişə ətrafında olasan, balalarının başının üstündə olasan. Yox, yaşamaq istəmirəm. Elə demə. Valla sənin gözlərində hələ həyat eşqi var. Mən görürəm, dilində bu söz olsa da. Güllü nənə, dinən görüm heç bayatı bilirsən, şeir bilirsən, nənni bilirsən. O qədər bilirdim, yadımdan çıxıb. Hamısı. Lap hamısı çıxıb. Hamısı. Heç iki misrası qalmayıb. Yox. Atam aşıq olub, nə deyib götürmüşük, bilmək yox uşağımızın hamısı. Onda siz lap çox bayatı bilməlisiniz. Hamı, yəni bir yadımda da yoxdur. Bəlkə də bir zamanlar hər kəsdən daha çox bayatı, şeir, dastan bilirdi Güllü nənə. Göz açdığı ailə sazlı sözlüydü. Atası aşıq olduğundan hələ körpəlikdən təkrar-təkrar eşitdiyi dastanlar, şeirlər, deyimlər qulağına həkk olunmuşdu sanki. Müəllimlik etdiyi zamanda bildiklərini dərs dediyi uşaqlarla da bölüşərdi. Folklorumuz dildən dilə düşüb yaşayar deyərdi hər zaman. Amma zamanın da öz qanunları var. Nə vaxtsa qazandıqlarını əlindən almaq iqtidarına malikdir. Bir gün yuxudan gözlərini açanda sanki bir körpə uşaq kimi beyninin ağ varağa çevrildiyinə özün şahid olursan. Xatırlamağa çalışsan da sanki yoxmuş, olmayıbmış fikri tam aydınlığı ilə səni heç narahat da etmir. Hər şeyi sakitcə olduğu kimi qəbul edirsən. Üzündə zamanın izləri, baxışlarında
artıq qayğıları geridə buraxan bir rahatlıq və huzur vardı. Gözlərimi ondan çəkə bilmirdim. Danışdıqca mənə açdığı sirlərini üzünün qırışlarında axtarırdım. Onu xəyalımda illər öncə olduğu kimi canlandırmağa çalışırdım. Bir əsrdən artıq yaşamış bu qadının həyat hekayəsi bir film kimi gözlərim önündə canlanırdı. Güllü nənə, güllü mahnısını bilirsən? Yox. Heç eşitməmsən Aşıq Ələsgərin Güllüyə həsr elədiyi mahnını? Eşitmişəm, sən yadımdan çıxmış onlar. Biz indi sənin üçün onu səsləndirərik, sən eşidərsən o mahnını. Allah qoysun. Yasəmən xanım gətirirdi. Nədir bu? Nə gözüm eləsə, hə. Sənin şəxsiyyət vəsiqən, neçənci ildə doğulduğun, harda doğulduğun, hamısı burada yazılıb. Hə? Ağmılaqsın gör. Bizi izləyənlərə də göstərək. 1906-cı il Ermənistan Krasnoselsk rayonu. Amma mənə Güllü nənə deyirdilər ki, sənin 112 yaşın var. Mən də oradan gələ-gələ dedim 112 yaş, amma elə 1906-cı ildə doğulmağın da 112 yaşa bir şey qalmayıb. İnşallah 112 yaşında olar. Nədən yemindən sonra qocalmışam, gözüm görmür, qaçam yerimi. Yox, inanmıram yerimir. Gedək bir gəzək Güllü nənə həyətdə. Səninlə bərabər. İndi mi? Nailə xanım, bir daha xoş gəlibsiniz. Sağ olun, bu bizim sürpriz idi. Bəli, çünki nənəmizin atası aşıq olub. Ondan irsi olaraq elə bir saz, bu həvəs, bu nəfəs bizə keçib. Ona görə də bu gəlişlə bağlı sazı da eşitmək xoşdur məncə. Təbii, özdə Gədəbəyə gələsən, Bəli. saz musiqisini eşitməyəsən. İndi qocaldığıma baxma, bir qatar da oxumaq istəyirəm. O belə mən də bu yerlərin həsrətindəyəm. Doyunca dağlara qoy baxın yedim, qoy baxın yedim, aya qoy baxın yedim. Belə gündüzlər axınca, bizim çaynadı axıncadır. Tabut çayı deyirlər orada. Gündüzlər axınca, çayında şirin, və sınığın çayında deyirik. Gündüzlər şirin, çayında şirin, gecələr doğanda, ay baxın yedim, mən baxın yedim, qoy baxın yedim. Firidun bəy, həqiqətən də çox gözəl sürpriz oldu. Təşəkkür eləyirəm sizə. Nənə də bir daha sizin saz ifanızı dinlədi və bizim bələdçilər də hamısı təşəkkür edirik sizə. Çox sağ olun. Nənə, gedək biraz həyətdə birlikdə gəzək. Gedək. Gedək. Qalx bir görüm. Ya elə. Oo, qaçan üstə çıxıla bilmirəm. Yox, yaxşı qalxdın. Yaxşı qalx. Mən də elə belə qalxıram. Yaxşı qalxdın. Tavus kimi qalxdı çeşmə başından. Hələ görüm Güllü nənə bu pilləkənləri necə düşəcək. Tavus kimi qalxdı çeşmə başından. Bütün gözəlləri Güllü nənə, tək özün gəzə bilirsən? Hələ bir gəz baxım məndə. Dodaqları meyli məzəl gül, dodaqları meyli məzəl gül.
güllü, ay məzəli güllü. Güllü nənə de görüm yaşamaq gözəldir. Yaşamaq gözəldir günün xub olsa. Allah canını sağ eləsin. Sən də bilirsən. Bizə xeyir dua ver gedək. Allah xudavənd əlim başınızdan töksün, urzanızı ayağınızdan çıxarsın. Hana getsəniz uğurunuz xeyir olsun, baxtınız yaxşı olsun. Sağ ol mənim güllüm nənəm. Nereden alayım? Gül kimi nənəm. Güller nəğməylə səslər, çəmənlərin gülünü, güllər nə yaxşı bilir. Can Azərbaycan proqramının bu dəfəki bölümündə Gədəbəyi tanıdıq. Proqramımız ise burada başa çatır. Sağ olun, sağlıqla qalın. Çiçəklərin dilini